sosial şəbəkələrdə bizə bir çox suallar ünvanlandırırsınız. Bunlardan bir neçəsini seçib sizə oxuyub və cavablandırmaq istəyirəm hal-hazırda. Bir izləyici bizə qidanın udması zamanı yaşadığı problemlər barəsində danışır və udqunma zamanı həmin qidanın boğazında ilişdiyi barəsindədir. Buna diaqnoz qoymaq üçün birmənalı olaraq birinci endoskopik müayinə həyata keçirmək lazımdır. Qida borusunda müxtəlif patologiyalar ola bilər ki, sizin çörəyi udma prosesinə maneəçilik törətsin. Bu, qida borusunun spazmı, qida borusunda hər hansı bir yad cisimlərin, qida borusunda hər hansı bir yad törəmələrin olması ilə əlaqəli ola bilər. Odur ki, sizi endoskopik müayinəyə dəvət eləmək istəyirəm. Endoskopik müayinə tam ağrısız şəraitdə aparılır. Biz sizi vena daxili sedasiya ilə yatızdırırıq. 10-15 dəqiqə ərzində endoskopik müayinə həyata keçiriləcək və bundan sonra siz sedasiyadan ayrılandan sonra biz sizə diaqnozunuzu bildirəcəyik.